Uşaqlarda skolyoz, yastı pəncəlik kimi problemlər adətən irsiyyətə bağlı olur, anadan gəlmə olur və yaxud da bu problemlər deyək ki, skolyoz, qamət pozğunluğu, yəni uşaq düzgün oturmur, düzgün gəzmir, bu səbəblərdən ola bilər. Ayrıca, yəni bunlar ayrıca bir patologiyadır. Bunlar hər hansı bir sümük sistemi problemlərinə aid deyil. Ona görə də uşaqda yalnız bu problem varsa, vitamin D yoxlamaq və ya kalsiumla müalicə etmək, uzun aylar təəssüf ki, bu şəkildə müalicə alan uşaqlar var. Bu doğru yanaşma deyil. Belə uşaqlar fizioterapiya ilə müalicəvi idmanla davamlı şəkildə müalicə almalıdırlar. Əlbəttə ki, bir ay, bir həftə müalicədən fayda görməmək sizi həvəsdən salmalıdır. Və digər tərəfdən, əgər bu dediyim patologiyalarla yanaşı sümük ağrıları varsa, digər sümüklərdə əyilmələr varsa, məsələn, biləklərdə qalınlaşma varsa, raxitik təsbeh dediyimiz qabırğalarda bir düyünlər varsa, yəni digər sümüklərdə də əyilmə və deformasiyalar varsa, yalnız o zaman həmin bu skolyoz, yastı pəncəlik kimi problemlər sümük sisteminin biokimyəvi göstəricilərində problem olduğunu bildirə bilər.